Burnun tez-tez tutulursa təhlükədəsən. Çünki bu adi zökəm deyil, beynin çökməsidir. Burnun tutulanda beynin hipoksiya keçirdir, yəni oksigensiz qalır. Nəticədə yaddaş azalır, diqqət dağılır, emosiyalar nəzarətdən çıxır. Sən artıq əvvəlki sən deyilsən. Gərgin, stresli, yaddaşsız və diqqətsiz bir insana çevrilirsən və hələ də bunun səbəbinin fərqində deyilsən. Damar daraldıcı, asıllıq yaradan damlalardan, spreylərdən istifadə edib bu problemdən qurtula biləcəyini düşünürsən, amma qurtula bilməyəsən. Çünki sən alerjik rinitdən əziyyət çəkirsən. Bəs bu alerjik rinitdən necə qurtulmaq olar? Ekrandakı ürəyi qızart və videonu qayd elə, mənə diqqətlə qulaq as. Yaxınlaşırsan aptekə Sinisol Ectoin sprey alırsan. Sinisol Ectoin sprey istifadə edildiği zaman burnu anında açır və alerjik rinitin bütün əlamətlərini aradan qaldırarak alerjik rinitə qısa zamanda son qoyur. Bunu necə eləyir? Tərkibindəki Ectoinin köməyi ilə burnun selekli qışasında xüsusi bir qoruyucu təbəqə yaradarak alerjik riniti qıcıqlandıran tozluqların selekli qışaya düşməsinin qarşısını alır. Nəticədə alerjiyanın səbəblərini də aradan qaldırmış olur. Ölkənin bütün apteklərində əl satandır. Olmasa əczaçılarımızdan xahiş edin, zakas verib, köməkli göstərib, həm aptekə, həm də sizə gətirsinlər. Rahat nəfəs almaq üçün Sinisol Ectoin'i mütləq sınayın.